Salam millət. Ukrayna prezidenti Volodimir Zelenski Azərbaycanda rəsmi səfərdədir. Ölkəbaşı İlham Əliyevlə bugün 25 aprel tarixində Qəbələdə görüşüblər. Bəs nə üçün Bakıda, ölkənin paytaxtında deyil, regionda Volodimir Zelenski ilə görüş baş tutub? Adətən İlham Əliyevin xarici ölkə rəhbərləri ilə Azərbaycanda görüşlərinin %95-dən daha çoxu Bakıda, ölkənin paytaxtında baş verir. Qəbələdə görüşün səbəbləri var. Volodimir Zelenski Azərbaycana niyə gəlib? Volodimir Zelenski Azərbaycana necə, hansı yolla gəlib? Volodimir Zelenski 4 illik Rusiya-Ukrayna müharibəsi dövründə ilk dəfədir Azərbaycana səfər edir. Olduqca mühüm görüşdür, mühüm danışıqlar baş tutub. İlham Əliyev, Rusiya prezidenti Vladimir Putinin həm də mesajlarını Vladimir Zelenskiyə çatdırıb. Bu barədə, yəni görüşün detallarının bu tərəfi isə heç bir yerdə danışılmır. Danışacağıq və detallarını da izah edəcəyik. Xahiş edirəm videonun sonuna qədər izləyin, bəyənin, paylaşın, daha çox insan izləsin. Azad Söz kanalına abunə deyilsinizsə, abunə olun ki, sizdən gizlədilən gerçəklərdən vaxtında xəbərdar olasınız. Həmçinin Rusiya vətəndaşı, milyarder, Azərbaycan əsilli, mən heç Azərbaycan əsilini tez-tez vurğulamağı heç istəmərəm. Niyə? Çünki onun Azərbaycanlılıqla bağlı sadəcə adı, familiyası və nəsli kökü var. Nə Azərbaycan dilində normal danışa bilir, Azərbaycanın maraqlarına xidmət edə bilmir, etmir, söhbət Vahid Ələkbərovdan gedir. O da Azərbaycandadır, ötən gün dedim, Füzuliyə səfər edib. İndi onun da videosunu sizə göstərəcəm və bir məlumat əldə etdim ki, İlham Əliyev Volodimir Zelenskidən öncə, yəni bugün yox, dünən sırağa gün baş tutan görüşdür. Əliyev Vahid Ələkbərovla da görüşüb, amma bu ictimaiyyətə açıqlanmayıb, gizli bir görüşdür. Dəyərli dostlar, bəs Vahid Ələkbərov niyə Azərbaycana gəlib xeyli vaxtdan sonra və Füzuliyə ayaq açır, ona imkanlar yaradılır, Mikayıl Cabbarov ona qulluq eləyir və Vahid Ələkbərov xüsusi təyyarə ilə içərisində Mikayıl Cabbarov, Emin Əmrullayev və s. nazirlər gedir Füzuliyə və Mikayıl Cabbarov digər nazirlər Vahid Ələkbərova hesabat verirlər. Azərbaycanca yox, Rusca. Qarşısında lövhələr var, Füzulinin planı, Füzuli necə tikilir, ona izahat verir, amma o lövhələrin özü də Rus dilindədir. Onları da sizə göstərəcəm. Gəlin, başlayaq Volodimir Zelenskinin Qəbələ səfərində. Niyə gəlib? İlk öncə onu deyim, vaxtınızsa kanalımızda YouTube, Facebookda yayımladı ötən gün ki, İlham Əliyev Şamaxıdadır. 2 gün idi ki, yoxa çıxmışdı. Yəni, Bakıda deyil idi. O, Bakıda, Abşeron yarımadasında, Zaqulbada olan imarətində qalmırdı. Latviya prezidenti ilə 22 apreldən görüşdən sonra çıxıb Şamaxıya getmişdi. Və Volodimir Zelenskini də elə orada gözləyirdi. Gördünüzmü, dediyim xəbər düz çıxdı. Yəni, Əliyev Bakıda deyil idi və Şamaxıdaydı. Qəbələ ilə Şamaxı arasında daha yaxındı. 1 saat 10 dəqiqəlik avtomobil yoludur və İlham Əliyev də bütün yolları bağladı. 1 saata və 40 dəqiqədə də gedib çata bilərdi ora. Yəni, Əliyev regiondaydı. Dediyim də düz çıxdı. Eyni istiqamətdir. Cənub istiqaməti deyil, Qarabağ istiqaməti deyil. Mən Şamaxı, Qəbələ eyni Bakıdan, eyni istiqamətdir və ötən gününkü videomda verdiyim xəbər də öz təsdiqini tapdı. Məhz orada gözləyirmiş. Bəs niyə İlham Əliyev Şamaxıdaydı, Abşerondan uzaqlaşmışdı və videoya baxdınızsa dedim, İran narahatçılığından, İrandan qorxur ki, İsrailin açıqlamasından sonra İran hansısa bir yenə həmlə edə bilər. Və ona görə də Xəzər sahillərindən uzaqlaşıb. İranın dronları Xəzərdə daha rahat, yəni Azərbaycanın quru sərhədlərinə kimi, Abşerona kimi rahatca, səssiz, səmirsiz
xəbəri olmadan heç kəsin gələ bilir və Əliyevin də imarəti Zaqulbada düz Xəzərin yanındadır, sahildədir və vurub batdıra bilər. Hər ehtimala qarşı Əliyev uzaqlaşmışdı və bu Vladimir Zelenski və Əliyev görüşünün Qəbələdə baş tutmasının səbəblərindən də biri məhz budur. Əliyev və Ukrayna tərəfi də bu razılığa gəliblər ki, bu narahatçılıq Əliyevdə var, İran narahatçılığı, dronlar Xəzərə yaxın, hər həmləni edə bilərlər. Hər ehtimala qarşı yenə də görüşü Qəbələdə keçirək, yəni Xəzərdən bir xeyli aralıda. Və mənə ötən gün məlumat verdilər ki, vertolyotlar uçuşur həmən yol boyu və eyni zamanda Xəzərdən düz Qəbələ, Şamaxı bu ərazilərdə havada bəlkə də bir 10-15 vertolyot uçuşurdu. Dronlar uçuşurdu, yoxlanış və s. Mən düşündüm ki, bunu xəbər etməyə dəyər yoxsa yox. Bu qədər narahatdır İlham Əliyev. Dünən axşam gecə aldığım xəbərlər idi. Amma açığı bilmirdim ki, Vladimir Zelenski bugün gələcək. Bunu heç kəs bilmirdi. İctimaiyyət də bilmirdi, media da bilmirdi və yalnız bugün səhər hamının xəbəri oldu. Gizli bir görüşdü. Bildiyiniz kimi, Vladimir Zelenski dünyada ən çox qorunan dövlət başçılarının içərisində ikincisi, üçüncüsü, beşincisidir bəlkə də, xüsusilə müharibəyə görə. Və məhz İran dronlarından dediyim kimi qorunmaq üçün Qəbələyə görüşü təyin etməyə məcbur oldular. Və bəs Vladimir Zelenski necə gəlib Azərbaycana? Türkiyə üzərindən, Səudiyyə Ərəbistanında axırıncı görüşü olub və oradan Azərbaycana gəlib və Azərbaycana da Türkiyə üzərindən uçub gəlib. Təkcə hava yolu Türkiyə üzərindən seçməyib Vladimir Zelenski Azərbaycana gələrkən. Həmçinin Türkiyənin zəmanəti ilə Azərbaycana gəlib. Yəni, Azərbaycana ilk dəfə idi gəlirdi müharibə dövründə, dediyim kimi, və təhlükəli riskli bir səfər olacaqdır. Çünki Rusiyanın canişinliyini edən bir ölkənin sərhədlərinə girirdi Azərbaycana və bu MDB dövlətidir. Ümumiyyətlə, Vladimir Zelenski müharibə dövrü başlayandan MDB ölkələrinə səfər etməyib. Yəni, mən nəzərdə tuturam Gürcüstanı, Ermənistanı, Azərbaycanı, Orta Asiya ölkələrini, bax, bunları nəzərdə tuturam. İlk dəfə idi, yenə səfər edirdi, riskli bir səfər idi və bu da zəmanət olmadan ora səfər etməzdi. Təkcə İlham Əliyevin özünə güvənib ora getməzdi. Çünki bilir ki, İlham Əliyev bugün buna xidmət edir, səhər ona xidmət edir, özünü müstəqil göstərir və çox ölkənin, xüsusilə də Rusiyanın maraqlarına xidmət edir. Amma burada Rusiya ilə eyni rəqabətdə ola biləcək bir dövlət var. Rusiyanın dediklərini oturub durmayan, həmçinin NATO dövləti olan Türkiyə var. Türkiyənin zəmanətini şəxsən Rəcəb Tayyip Ərdoğandan, yəni bu belə görünür, mənim konkret əlimdə yazıb bir təlimat və s. bir şey yoxdur, sadəcə olaraq görünəni deyirəm. Şəxsən Ərdoğanın özündən zəmanət alır ki, mən Azərbaycana gedirəm və bununla bağlı təhlükəsizlik problemi yaşamayım və Əliyev də Ərdoğana bu zəmanəti verir. Bəs Vladimir Putinin bundan xəbəri yox idi ki, Vladimir Zelenski Azərbaycana gəlir və buna şərait yaradır, göz yumur və Əliyevə heç bir narazıçılığını, narahatçılığını bildirmir. Əlbəttə ki, xəbəri var. Mən Putinin mövqeyinə keçmədən öncə görüntüləri göstərmək istəyirəm. Deməli, dəyərli dostlar, İlham Əliyevin rəsmi internet səhifəsində göstərilir və şəkilləri də görürsünüz. Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Ukrayna prezidenti Vladimir Zelenskini qəbul edib Qəbələdə. Və bu şəkillərin içərisində görürsünüz ki, qucaqlaşma şəkli yoxdur. Bax, bu Azərbaycan prezidentinin, prezident az saytının, rəsmi administrasiyasının mətbuat xidmətinin paylaşdıqlarıdır. Bu, Əliyevin öz mövqeyidir. Qucaqlaşma şəkli yoxdur. Onu yayımlamayıblar, halbuki qucaqlaşıblar. Bu, bəzi saytlarda görünən qucaqlaşma şəklini isə Vladimir Zelenski özünün Facebook və sosial şəbəkə hesablarında paylaşıb. Yəni, Vladimir Zelenskinin mövqeyi qucaqlaşmağına heç bir narahatçılığı yoxdur, göstərir, paylaşır. Amma Azərbaycan prezidenti isə qucaqlaşma şəklini göstərmir. Yəni, bu da diqqət çəkən məsələlərdir. Şərhlərdə izah verməyi sizin ixtiyarınıza
buraxıram. Və təkbətək görüşləri olub, təkbətək görüşdən sonra isə nümayəndə heyətlərinin görüşü olub və nümayəndə heyətlərinin görüşündə Ukrayna tərəfdən deməli, Xarici İşlər Naziri iştirak edir və eyni zamanda Milli Təhlükəsizlik və Müdafiə Şurası rəhbəri Rüstəm Umerov da iştirak edir və sair rəsmi şəxslər iştirak edir. Azərbaycan tərəfindən isə Sokar, Mikhail Cabbarov, Xarici İşlər Naziri, eyni zamanda Xarici İşlər üzrə Prezidentin köməkçisi və bir sıra başqa köməkçilər və nazirlər iştirak edir. Amma Azərbaycan tərəfindən müdafiə və təhlükəsizliyi ilə bağlı heç bir şəxs iştirak etmir. Nə Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Əli Nağıyev, halbuki iştirak etməyə ona imkan verərdilər, deyərdilər ki, gəl sən də, çünki Ukraynadan bunun mövzusu ilə bağlı bizim müzakirələrimiz var. Əli Nağıyevi bu müzakirəyə qatmırlar. Niyə? Çünki o gedəcək, onu göndərəcəklər. Bu bir. İkinci, Müdafiə Naziri də iştirak etmir. Niyə? Çünki onu da göndərəcəklər. Yaxında görəcəksiniz, bu il inşallah onların arxalarından dəyəcəklər və niyə hazırki və perspektiv görsənən görüşlər və danışıqlar, müzakirələrdə sabah arxasından dəyəcəkləri adamları iştirak etdirsinlər ki, bəli, normal, məntiqli qərardır və mövqedir. Bunu da istədim ki, sizin diqqətinizə çatdırım. Və daha sonra Əliyev və Volodimir Zelenski mətbuata açıqlama veriblər və deməli, mən heç şübhə etmirəm ki, Volodimir Zelenski deyib ki, mənim üçün problem yoxdur, ingilis dilində danışa bilərəm, çünki ingilis dilində də bilir. Çünki Əliyev başqa dövlətlərin rəhbərləri ilə görüş və mətbuat konferansları adətən keçirərkən onlar deməli, ingilis dilində danışırlar. Sadəcə olaraq mən belə görürəm ki, İlham Əliyev deyib ki, rus dilində bir MDB dövləti biz, keçmiş Sovet ölkəsi danışmayacaqsa, heç ingilis dilində danışmayaq, gəl hərəmiz öz dilimizdə danışaq və hərəsi öz dilində danışırlar. Ümumiyyətlə, mən bunu təqdir edirəm, yəni mənim də normal qəbul etdiyim bir şeydir əslində ki, sən özünə, suverenliyinə və hörmət etməli bir dövlət olmalısan və rəsmi görüşləri tərcüməçiliklə istifadə etməlisən. Şəxsi təkbətək görüşün isə ola bilər ingilis dilində danışa bilərsən, rus dilində bəlkə də danışa bilərsən. Burada hərə öz dilində danışıblar mətbuat konferansında və mətbuat konferansında diqqət çəkən məqamlar var. Onlara da indi toxunacağıq. Və dəyərli dostlar, mətbuat konferansında diqqətimi çəkən başqa bir məsələ oldu ki, Ukrayna tərəfindən bir neçə jurnalist iştirak edir və Ukraynanın prezidenti Volodimir Zelenskinin şəxsən Facebook və sosial şəbəkə hesablarından canlı gedir. Hər proses, Əliyevin danışığı, Zelenskinin danışığı canlı gedir. Amma biz bədbəxt Azərbaycan milləti bunu öz tərəfimizdən nə ASTV-dən, nə Əliyevin sosial şəbəkə hesablarında görmürük, canlı getmir. Və sonradan görürük ki, Əliyevin danışığı kəsilərək verilib, Azərbaycanda danışığı Zelenskininki də tərcümə edilərək verilib və çox təəssüf ki, Zelenskinin canlı yayımında isə biz İlham Əliyevin danışığını da Ukrayna dilinə tərcümə ilə verilib deyə biz görə bilmirik. Yəni, nəyə görə deyirəm? Çünki İlham Əliyevin danışıqları bəzən tərcümələrdə, daha doğrusu Əliyevin danışıqları kəsilib verilir. Hissə-hissə, orada səhv buraxdı, orada nəsə bir söz dedi, kiminsə xoşuna gəlməz. Bunu xalq görmür, Putin də görmür və Zelenskinin danışığını isə biz Ukrayna dilində bilirik. Azərbaycan tərcüməçisi ASTV isə Zelenskinin danışığını tərcümə edir. Biz də bilmirik ki, düz tərcümə edir, yoxsa yox. Çünki biz hamımız Ukrayna dilini bilmirik. Rus dilində danışsaydı bəlkə başa düşərdi. Necə ki, ASTV-nin yalan tərcümələr etdiyinə bir misal çəkim. Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Vance Azərbaycana gəlmişdi və orada demişdi ki, mətbuat konferansında ingiliscə, düzdür, onu da biz sonradan qərb mediasında gördük, Azərbaycan mediası onun ingiliscəsini bizə belə görsətmədi. Amma ASTV-də deməli Vance dedi ki, biz indi buradan çıxıb gedəcəyik, Mehriban xanımı yemək pişirik və s. və
ki sizin, yəni Mehriban Əliyeva həm də Azərbaycanın vitse-prezidentidir, məzələnərək deyib ki, mən narahatam ki, bizimki də sizinkinə baxar və vitse-prezident olmaq niyyətinə düşər. Gülərək belə zarafatın deyir. İlham qəhqəh çəkir, gülür. Həmən vaxtı biz də bilmirik. Çünki Azərbaycan tərcüməçisi ilə verilir, o hissədə tərcüməçi kəsib. Ona görə deyirəm ki, biz bədbəxt millətiyik. Əlqərəz. Yəni, doğruları vaxtında bizə bildirmirlər. Azad Söz kanalını izləyin həmişə, sizə doğruları çatdıracağıq, çatdırıram da. Deməli, dəyərli dostlar, niyə Qəbələ getdiyini, Qəbələdə görüşdüklərini dedim. Türkiyənin güvəncə verməsini də dedik. İrana görə Qəbələdə görüş keçiriblər. Deməli, dəyərli dostlar, indi isə keçək deməli, Putinin Əliyevə mesajına. Deməli, bu görüş zamanı, yəni Zelenski Azərbaycanda Əliyevlə görüş zamanı Rusiya ilə Ukrayna arasında danışıqların baş tuta biləcəyi ehtimalını dilə gətirib və deyib ki, biz də etiraz etmirik. Əgər Rusiya bu razılıdırsa, biz Bakıda Ukrayna və Rusiya tərəfləri arasında görüşü, danışıqları apara bilərik. Əvvəlcə Türkiyədə danışıqlar aparılıb sülh üçün, müharibənin Ukraynanın Rusiya arasında bitməsi üçün. Bundan sonra İsveçrədə danışıqlar aparılıb, ABŞ-ın iştirakı ilə. Bunlar da tam uğur verməyib, səvərən verməyib. İndi isə Zelenski bildirir ki, biz Bakıda görüşə bilərik, heç bir problemi yoxdur. Çünki Zelenski bilir ki, Putin Türkiyə və ABŞ-ın iştirakı ilə İsveçrə və yaxud da Qərb bir ölkəsində danışıqların uğurlu alınacağını istəmir. Niyə Ukrayna və Rusiya problemini Türkiyə həll etmiş olsun? Türkiyə yüksək ranglı bir dövlətdir və bu Türkiyənin adına yazılsın. Niyə ABŞ-ın vasitəçiliyi ilə olsun və ABŞ, Trump bunu öz adına çıxartsın ki, səhərsi gün sülh bağlandı, danışıqlar uğurla nəticələndi və yaxud da İsveçrə və yaxud da Avropa ölkəsi. Amma Rusiya, Putin, Əliyevin vasitəçiliyi ilə, yəni Azərbaycanın iştirakı ilə görüş, danışıqlar və sonunda lap sülhə gedib çıxa bilər. Və Putin burada göstərəcək və mən heç şübhə etmirəm ki, bugün sabah ya biri gün Putin hansısa bir görüşdə, hansısa bir məsələ ilə bağlı danışarkən bu məsələni dilə gətirəcək ki, bəs Ukrayna tərəfi Zelenski Bakıda görüşə razılıq verir. Mən də buna etiraz etmirəm. Ola bilər prinsipcə. Bax, belə cümlələri eşidərsiniz, onda bu videomda yadınıza düşər ki, bunu biz demişdik ki, Putin artıq dilə gətirdi. Yəni, bu Putini narahat etmir və Zelenski də bilir ki, Putini bu narahat etməyəcək. Çünki Əliyevlə Putin arası çox yaxşıdır. Nə olsun ki, göstərirlər ki, gərginlik var, Əliyev Rusiyaya getməyəcək. Yox, Əliyev dediyim kimi, bu ayın sonu ola bilər ki, gələn ay, hətta ola bilər ki, 9 may qələbə günü münasibəti ilə də Rusiyaya getsin. Yəni, Rusiyaya getməsinin hazırlığı gedir Əliyev tərəfindən. Bunu yaşayaraq çox da vaxt qalmayıb ki, uzağı bir aydır, 10 gün, 20 gündür. Görəcəyik. Və Rusiyaya getmədən öncə isə Əliyev Zelenski ilə danışıqlarını, nəticə əlində qovluğunun içərisində materiallar olması üçün gedir Putinlə görüşə və orada deyəcək ki, filandır, hər şey hazırdır, bizim ölkəmizdə bu danışıqlar baş tuta bilər və filan. Putin də əlbəttə ki, bezib müharibədən, hamı bezib müharibədən, təkcə Ukrayna deyil ki, dünya bezibdir və 4 illə artıq nədir, heç böyük vətən müharibəsi adlandırdıqları 41-45-ci il müharibəsi 4 ildən o tərəfə çəkmədi. Amma indi Ukrayna-Rusiya müharibəsi 4 ildən artıqdır, 5-ci ilinə keçir artıq. Və bu bitməlidir. Və burada Putin Əliyevin əli ilə, deyək ki, Azərbaycanın vasitəçiliyi ilə, öz canişininin vasitəçiliyi ilə sülhə nail olur. Heç bir Qərb dövləti və yaxud da Türkiyə iştirak etmədən, daha doğrusu onların vasitəçiliyi olmadan, uğur qazanmadan, biz sülhə nail olduq, bu ölkəni barışdırdıq iddiası ilə səhərisi gün qəhrəmanlıq çağırışları, çıxışları etməyəcək. Hər hansı bir Əliyev edəcək. O da mənim əlimin altında olan bir prezidentdir. Bu Rusiyanı narahat etmir. Və həmçinin səhərsi gün Moskvada başqa bir
sülh müqaviləsi imzalana bilər. Burada isə dünyanın hegemon dövləti və dövlətin də başçısı olduğunu Putin göstərəcək. Hansı sülh müqaviləsi? O da Azərbaycan və Ermənistan arasında başlayacaq sülh müqaviləsi. Putin çox da vecinə deyil ki, getdi Vaşinqtonda Əliyev və Paşinyan arasında iki ölkənin sülh paraflanmasını imzaladılar. Bu nə böyük bir şeydir ki, sülhün özü isə tam yoxdur. Sülhün özünü isə Putin Moskvada özünün iştirakı ilə bunu etməyi planlaşdırır və qarşılığında da iki ölkə arasında, deyək, Ermənistan və Azərbaycan arasında da sülhə nail olan bir hegemon güc Putin özünü göstərəcək səhərsi gün, deməli, bunu elan edəcəkdir. Sizə təəccüblü gəlməsin və bu çıxışım, dediklərimi biraz keçmişə qayıdaraq təsdiqini özünüz də görə bilərsiniz. İlham Əliyev Ukraynaya 2022-ci ilin yanvar ayında səfər etdi. Baxın, Əliyev Putinin sözlərini, mesajını Ukraynaya 2022-ci ilin yanvar ayında səfərində çatdırdı. 2022-ci ilin fevral ayında isə Ukrayna-Rusiya müharibəsi başladı. İndi, yəni, və Zelenski də bilir ki, Əliyev Putinin mesajçısıdır və özünü dünyada müstəqil bir lider kimi göstərən bir mesajçıdır və ona görə də onun sözünə, yəni inanır ki, bəli, bu Əliyev, əgər Erdoğan desə, Erdoğan başqa dövlət başçısı desə başqa, bu Putinin dilindən danışmır. Amma Əliyev danışarkən, Əliyev Putinin sözlərini çatdırdığına əmindir. Ona görə də indi Azərbaycana səfərə gəlib və Rusiya da bundan narahat deyil və Putinin çünki sözünü çatdırır, arada danışıqlıqlar olsun, məsələlər, problemlər, müharibə bitsin və bundan sonra biz görə bilərik Azərbaycanla Bakıda danışıqlar olsun. Təbii ki, mən demirəm ki, rəsmi Bakı deyilən bir şey yoxdur və Əliyevdə Putin nə deyir, onu eləyir. Yox, əlbəttə ki, yox. Nə olsun ki, Əliyev iqtidardır və məni düşmən elan edib, o da mənim düşmənimdir və mən onun haqqında elə ən alçaldıcı sözləri deyim və həqiqətdən tam uzaq olan şeyləri danışım. Xeyr, o nə qədər də Putinə hörmət etsə, Putinin dediklərini etmək məcburiyyətində qalsa da, Putinlə razılaşmaq məcburiyyətində qalsa da, Putini özünü hər yerdə xilaskarı, indiki, hazırki dövrdə xüsusilə İrandan qorumaq üçün Putinə sığındığını nə qədər desəm də, amma müstəqil dövlət də Azərbaycan və onun da müstəqil dövlət başçısı var. Nə qədər müstəqildir, videolarımda göstərdiyim argumentlərlə də müqayisə edib bu fikrə, qənaətə gələ bilərsiniz, o öz yerində. Amma bir müstəqildir, yəni, və maraqları var, Azərbaycandan ayrıca maraqları var. Azərbaycan Birləşmiş Millətlər Təşkilatında müstəqil dövlətdir, ayrıca sərhəddi var, ayrıca ordusu var, hər bir şey var. Azərbaycanı idarə edən İlham Əliyevdir. Bunlar öz yerindədir və bunu da kimsə də demir ki, yox, belə deyil. Və Azərbaycanın da öz maraqları var. Yəni, Əliyevin öz maraqları var. Və burada xüsusilə mən diqqətimi başqa bir şey çəkdi, dəyərli dostlar. İki ölkə arasında təhlükəsizlik və müdafiə sahəsində müqavilələr də imzalandı. Vladimir Zelenski əslində açıqladı bunu. Doğrudur, biz Azərbaycan prezidentinin dilindən bu mətbuat konferansında eşitmədik ki, bəs 6 müqavilə imzalanıb. Bunu Zelenskinin çıxışında biz eşitdik ki, 6 müqavilə imzalanıb. Sağ olsun Zelenski. Zelenski də deməsəydi biz heç nəyə bilməyəcəkdik. Ölkəmiz barəsində ondan bundan həmişə eşidirik. 6 müqavilənin içərisində təhlükəsizlik və müdafiə sahəsində də məsələlər var və biz də indi bizə aydın olur ki, o da Zelenskinin dilindən və danışıqlar əsnasında ortaya çıxan xəbərdir ki, Ukrayna Azərbaycana dronlarla hava məkanına nəzarət etmə sahəsində Ukraynanın təcrübəsindən istifadə edib Azərbaycan. 2-ci Qarabağ müharibəsində yox, bu son dövrlərdə bir neçə həftənin içərisində İran və İsrail-ABŞ müharibəsi ərəfəsində bunu gəlin qəbul edək. Hazırda Ukrayna xüsusilə hərbi hava sahəsində dünyanın ən güclü ölkələrindən birinə çevrilib. 4 illik müharibə onda çox təcrübə
əldə etdiribdir. Xüsusilə də Qərbin dəstəyi, Avropanın, NATO'nun və Amerika Birləşmiş Ştatlarının dəstəyi və təbii ki, bu dəstək təkcə silahla, pulla olmur. Təbii ki, yəni silah və dəstək pulla və silahla olub, amma bunu müharibəni yaşayan Ukraynadır. Canlı itki verən, canlı yaşayan, əskəri hərbiçisi, havaya nəzarət edən və s. təcrübəni Ukrayna toplayıb və çox dünyanın indi hazırda ən güclü dövlətlərindən biridir bu sahədə və Əliyevə kömək eləyib son bir ayda. Hansı məsələdə? İran məsələsində. Hansı ki, İran dronu Bakıda uçan zaman o görsənir ki, Əliyev Ukraynadan buna görə kömək istəyib. Rusiyadan kömək istəyə bilməz. Ümumiyyətlə, Rusiya da özü də çox Ukraynadan güclü deyil bu sahədə. Hazırda Ukrayna dronları Rusiyanın lap dərinlərinə gedib. Bu günləri oxuduğum xəbərdə göstərilir ki, bir Ukrayna dronu artıq Uraldadır. Uralda nəzarət edir və sonra da qayıdır, yəni hər hansısa partdadır, qayıdır. Təxminən 4 dənə Ukrayna boyda dövlətin ərazisindən elə bir ki, keçir Urala gedib çıxıbdır. Və yəni bu sahədə Əliyevə Ukrayna kömək edib İran dronlarını tapmaq və hava məkanını qorumaq sahəsində təbii ki, Əliyevdə can güvənliyi onun üçün hər şeydən önəmlidir, xüsusən də bu dövrdə və Ukrayna buna görə də təşəkkür edib və bu sahədə görsənir ki, müqavilə imzalanıbdır. Dəyərli dostlar, və gözlənilir ki, dediyim kimi, Rusiya ilə danışıqlar Azərbaycanda baş tutsun və bundan sonra isə Əliyev danışıqlarını nə danışıbdır? Putinə məruzə eləyəcək Rusiya tərəfinə və yaxında Əliyevin özünün Rusiya səfəri olacaq. Çünki mümkün deyil, bu da Zelenski Azərbaycana gəlsin. İki ölkə müharibə aparır, Rusiya və Ukrayna. Zelenski Azərbaycana gəlir, amma qarşılığında Əliyev Rusiyaya getmir. Yəni, bunun müqabilində Rusiya, Putin Azərbaycana gəlməlidir. Bu da baş tutmayacaq. Azərbaycan prezidenti Rusiyaya getməlidir. Bu da gedəcəkdir. Yaşayaraq görərik. Deyirsiniz, yox, Tural bəy, siz səhv bilirsiniz, yalan danışırdınız, bizə səhv məlumat verirdiniz. Yəni, başqa ekstremal hadisələr olmasa, başqa şeydir. Əlqərəz. Və dəyərli dostlar, yaxında həm Azərbaycan, Ermənistan, həm də Rusiya və Ukrayna arasında müharibənin sona çatdığını biz görərik. İnşallah görərik. Keçək indi isə hara Vahid Ələkbərovun Azərbaycana gəlişinə, gəliş səbəbinə, İlham Əliyevlə görüşünə. Dəyərli dostlar, bu mövzuya keçmədən öncə xatirimdən çıxan başqa bir məsələ oldu. İranla yenə də Azərbaycan rəhbərliyi çox yaxınlaşıb, yaltaqlıqla da hətta məşğuldur. Baxın, son günlərdə, konkret 23-24 aprel tarixində başdan bir-iki görüş barədə sizə məlumat verəcəm və ekrana da göstərəcəm. İranın Azərbaycandakı səfiri Azərbaycanın dövlət qurumlarına çağırılır, dəvət edilir, görüş keçirilir, möhtərəm, mötəbər şəxs kimi qəbul edilib, görüşlər keçirirlər onunla, İrana yaltaqlanırlar bununla bağlı. Baxın, ekranda görürsünüz, bir şəkili göstərdim sizə. Burada aprelin 23-də Azərbaycan Respublikasının dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Müştəba Dəmirçi ilə görüşüb. Görüşdə Azərbaycan ilə İran arasında dini sahədə əməkdaşlıq məsələləri, qarşılıqlı əlaqələrin inkişafı perspektivləri və regionda dini sabitliyin qorunmasının əhəmiyyəti müzakirə olunubdur. Yəni, bir dövlətin qurumu, bir ölkənin səfirinlə görüşür və onunla müzakirə, məsləhətləşir ki, ölkədə dini necə biz idarə edək. Dünənə kimi İran dindarlarını, bəlkə də səhv yanlış ifadə oldu, belə deyək də, şiə dindarlarını İrana bağlayıb, onların cəssusu deyib, tuturdular, şərləyirdilər. Və indi İranla dindarlıq barədə məsləhətləşirlər ki, nə tər deyirsiniz, heyl eləyək. Amma bu təkcə dini məsələ deyil. Başqa bir sizə görüntü göstərim. Azərbaycanın baş prokuroru da, sən demə, 24 apreldə dünən İranın Azərbaycandakı səfiri ilə görüşüb, möhtəbər bir görüş, oturublar qarşı-qarşıya, prokurorsan, sənin hansı sahən? Niyə? Axı,
başqa ölkənin səfirləri ilə görüşmürlər bunlar, bunu paylaşmırlar mediada. Hə? İrana yaltaqlanmadır. Siz nə deyirsiniz, onu eləyək, bizim problemimiz yoxdur. Siz Allah o dronunuzu bizim prezidentimizin başına atmayın. Bunu istədim ki, sizə göstərəm. Keçək. Vahid Ələkbərovun Azərbaycana səfəri. Ötən gün biz gördük. Vahid Ələkbərov xüsusi təyyarə ilə içində Mikayıl Cabbarov da Füzuliyə uçub. Diqqət ekrana. Görürsünüz. Vahid Ələkbərov, Emin Əmrullayev, Mikayıl Cabbarov birgə təyyarədən gəliblər və nə baş verir? Orada prezidentin Qarabağdakı xüsusi nümayəndəsi Emin Hüseynov, eyni zamanda Emin Əmrullayev, Mikayıl Cabbarov məruzə eləyirlər kimə? Vahid Ələkbərova. Vahid Ələkbərov kimdir? Rusiyalı milyarder və o Putinin adamı. 30 milyard onun sərvəti var. Bu rəsmidir. Qeyri-rəsmi bəlkə də bir 40, 50, 60 milyarddır. Onu da Allah bilir. Rusiyalı milyarderlər belədirlər də. Və o Rusiyanın adamıdır. Və Putin Əliyevi öz adamını göndərir, milyarderini. Diqqət edin, müstəqil dövlətdən danışırdıq. Baxalım. Bax. Ekrana baxın, yazılara baxın. Hamısı rus dilində. Novi Obluk Goroda Füzuli. Füzulini və yaxud da Centralni Park Füzuli. Nə bilim, nə? Bunların hamısını Vahid Ələkbərov tikir, Putin tikir. Füzulini Putin tikir. Ruslar tikib. Niyə rus dilində yazırsınız siz? Bəs həm də deyirsiniz Vahid Ələkbərov Azərbaycanlıdır. Nə olsun rusdur? Nəyə gəlib Füzuliyə? Niyə Azərbaycanlı deyil o? Ora niyə rusca yazmısan? Bu sualı verənlər oldu mu? Rusiya məhz Putin Əliyevi İranın qəzəbindən qorumaq, İranın razı salmaq üçün öz təkliflərini və təzyiqlərini də Əliyevə təqdim edib. Təbii, bunların içərisində Zelenskinin gəlməsi, mənim mesajımı Zelenskiyə çatdır, sən burada istifadə vasitəçi ol və s. Sənin heç bir problem görmürəm. Bir, bu məsələ. 2, Qarabağda qaz vurub qazan doldursan, milyardlar qazanırsan. Türkiyənin bir neçə şirkətini oraya qatmışsan, Rusiyanınkini də qatmışdın, belə əlləm-gəlləm oyun oynuyordun. Yox, Rusiya burada Qarabağda pay sahibi olmalıdır, şirkətlər milyardlarda iştirakda. Və Vahid Ələkbərovu göndərib. Və mənə dedilər ki, Vahid Ələkbərov Şamaxıda ötən gündən əvvəl 22 aprel tarixində axşamı Vahid Ələkbərovla görüşüb. Yəni, Vahid Ələkbərov gəlib, Əliyevlə görüşüb. Görüş gizli olub. Nə danışıb, Putinin hansı mesajlarını çatdırıb, nə edə bilər və s. Ondan sonra 24 aprel tarixində Vahid Ələkbərov Füzuliyə gedir və sair sahələrdə görüş keçirir və Mikayıl Cabbarovla gedir. Təsəvvür edin, Mikayıl Cabbarovun bəlkə də 50 dənə vəzifəsi var, 50 nazirlik idarə edir. Çox böyük bir fiqurdur Əliyev rejimində. Yəni, o belə Vahid Ələkbərovun qarşısında tam düzlən formasında dayanıb ona hesabat verir. Özdəki rus dilində hesabat verirlər. Yaxın zamanda yaşayaraq görərək nələr baş verir. Hələlik sizə bunları çatdırmaq istədim. Azad sözü izləyin. Gerçəkləri burada eşidəcəksiniz. Salamat qalın. Şərhlərdə də fikirlərinizi yaza bilərsiniz. Sağ olun.